Karış karış vətən, karış karış müqəddəs. Ay cismi yara şehidim, qovuşdun yara şehidim. Cavansam yaraşmayırsan, bircə məzara şehid, bircə məzara şehid. Ananın qəlbi yaradır, gözündə yaş şəlalədir. Atanın başı ucaldı, könül mülkü viranədir, könül mülkü viranədir. Ay cismi yara şehidim, oğul qovuşdun yara şehidim, oğul cavansan yaraşmayırsan, bircə məzara şehidim, oğul bircə məzara şehidim, oğul. Ayrılık edenler zulüm, gülzarı solmayan gülüm. Şehit kimi sen doğundun, sen ölmedin öldü ölüm, sen öl. Yol çıxmamışdan qabaq şəhid ailələrindən, qazilərimizdən, veteranlarımızdan xeyir dua alın. Siz də şəhid qardaşımızın valideynisiz. Allah rəhmət etsin, ruhu şad olsun. Hörmətimiz, müsəzadə hörmətin qardaşımız Allah rəhmət etsin, ruhu şad olsun. Allah zəng şəhidlərimizə rəhmət eləsin. Yəni bu layihəni qarış-qarış vətən, bu layihəni yola çıxmışam. Bütün rayonların mərkəzi şəhidlər xiyabunlarını ziyarət edirəm. Allah zəng şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza can sağlığı versin. Ben de senin bu yola çıkmanın, şehitlerimizi tanıtmak məqsədilə yola çıkmanı uğurlar diləyirəm. Allah həmişə yolun açıq eləsin, həmişə yolun açıq olsun, ruzi bərəkətini Allah qoyulasın. Sən ki şəhidlərimizi qoyulasın, əndə saxlayıb qururla yola davam edirsənsə, yolunuz həmişə açıq olsun. Uzaq yolla geçsəniz də, yəni həmişə daim ürəyiniz olsun bu şəhidlər, unutmayalım. Həmişə yolunuz açıq olsun, mən də bir şəhid açıq sağlıq versin, edirəm sana uğurlar diləyirəm. Allah razı olsun. Ay cismi yara şehidim, qovuşdun yara şehidim. Cavansam yaraşmayırsan, bircə məzara şehid, bircə məzara şehid. Ananın qəlbi yaradır, gözündə yaş şəlalədir. Atanın başı ucaldı, könül mülkü viranədir, könül mülkü viranədir. Ay cismi yara şehidim, oğul qovuşdun yara şehidim, oğul cavansan yaraşmayırsan, bircə məzara şehidim, oğul bircə məzara şehidim, oğul. Ayrılık edenler zulüm, gülzarı solmayan gülüm. Şehit kimi sen doğundun, sen ölmedin öldü ölüm, sen ölmedin öldü ölüm. Ay cismi yara şehid. Allah tüm şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza can sağlığı versin. Bizə şəhid Elton İskəndərovun atasız Xalat Nəmli.
Cəmi şəhidlərimizin Allah rəhmət etsin. Mən bu layihənin qarış-qarış vətənliyi yola çıxmamışdan qabaq şəhid ailələrindən, qazilərimizə, düşmanlarımızdan xeyirli Allah. Allah sizlərə can sağlıq versin. Sizlər qarşısında bütün Azərbaycan xalqı da şəhid ailələridir. Sağ olun, çox sağ olun. Mən də sizə təşəkkürüm, bir şey bilgilərim arxası olaraq təşəkkür, minnətdarım bildirəm. Sizin layihəniz belə deyək də, vətənimizin şəhidlərini tanıtmaq, qarış-qarış siz bu vətənimizi, bu dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin tanımaq, onların qarış-qarış fərdi şəkildə evlərinə, ev muzeylərinə, şəhidlərimizi ziyarət eləməyinizi mən sizə təşəkkür edirəm. Təki bizim vətənimiz, biz belə deyək də, biz doğrudan da 2020-yə qədər biraz haradasa biraz utanırıq danışmağa, amma 2020-dən sonra Cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağ etsin, iştirakçılarla ömür versin. Bizim vətənimiz doğrudan biz qalib, Azərbaycanın qalib vətəndaşlarıyıq. Allah cənab prezidentimizin canına sağlıq versin, uzun ömür versin, cənab prezidentimin nə yaxşı var idi. Və vətənimiz bir qarışda düşmən tapdağında torpaqlarımız qalmalı. Ondan biz fəxr edirəm. Mən şəxsən fəxr edirəm ki, mən Azərbaycanlıyam və şəhid atasıyam. Sizə də öz təşəkkürü, minnətdarım. Çox sağ olun. Ayaqlarınız ağrımasın, canınıza sağlıq, yolunuz açıq olsun. Hər zaman Allah ucunuzu versin. Sizin kimi oğulları doğrudan da belə deyim də var olsun. Çox sağ olun. Təşəkkür ederim. Teşekkür. Allah razı olsun. Allah Cəmi şəhidlərimizə rəhmət etsin. Qəşəng durur, niyə pis deyil? Çox sağ olun. Gəlib məni tutasın. Kameradan göstəririk öyle telefonunu. Yox, telefon elə göstərin. Bakın. Nə məqsəd? Yox, onu qoşsan, buradan göstərmir. Göstərir, o gərək qoşasan şunu. Ama göstərmir. Bundan bir çox sağ ol deyəsən. Allah Cəmi şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Şəhid Məhruz Mirzəyev Sadiqoğlu 93-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Allah Cəmi şəhidlərimizə rəhmət etsin. Əkbərov Mahir Sabiroğlu 94-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Faiq Rəsuloğlu 94-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Məhruz Mirzəyev Sadayoğlu 93-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Əliyev Ərəstun Ələsgəroğlu 94-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Şəhid Əliyev Ərəstun Ələsgəroğlu 94-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Əkbərov Mahir Sabiroğlu 94-də şəhid oldu. Allah rəhmət etsin, ruhu şad olsun. Çox sağ ol, var ol. Məhruz Mirzəyev Sadiqoğlu Allah rəhmət etsin, ruhu şad olsun. 93 şəhididir. Allah rəhmət etsin, ruhu şad olsun. Sağ olun, necəsiz? Mən Bakıdan gəlmişəm, sən Bakıya gəlmişsən. Yox, mən Xocaldan gəlmişəm. Xankəndi Şişə Allahsın. Bütün rayonlara şəhidlər xiyabanı mən size ziyarət edim. Şəhidlərimizə, qazilərimizə can sağlıq. Amin. Şəhidlərimizə də nurla dostluğun əvri yazdılar, Amin. torpaq üstə getdi. Əsl bax, vətənpərvər bulardır, biz bunları şeyləməliyik. Düz. Mən həmişə deyirəm, gedib o İmamzadada şəxsi vaxtı deyirsiniz. Elə bizim şəxsi vaxtımız bax bu 20-si yanvardır, Xocalıdır, Düz. Kəlbəcərdir. Onlar biz canlı şahidiyik də. Onlar ərəblər neçə il bundan qabaq. Bax elə biz yeyib içdiyimiz günə, toy elədiyimiz günə düşür. Düzsən. O vaxtı cəmaatın ağlar, avam baxır. Bu mollalar cəmaatın beynini elə yiyir ki, elə doldurublar ki, bu ərəblər özləri o şeydə eləmirlər, heç onlar dolğun düzgün. Nə də İran özü biz deyirik ki, İslam Respublikasıdır da. Onlar bizim kimi keçirmir, bax bu şey, qətil gününü. Şimdi nə bilim ama? Məsələsiz, yaxşı olasın. Sağ olun. Yox, gedirəm, qabaqda tükan var abi. Qabaqda tükan var.
Var, lap qabaqda o briketdə var. Ha, var. Var. Rayonun özündə, orada da çoxdur şəhid. Ha. Özlərinin abidə şeyləri qoyulubdur. Bütün şəkillərinə qədər ki, Samlıq rayonundan gedənlər var. Onlar da hamısı şəkilləri qoyulubdur. İşləmir. Çayı iç. Yox, gedirəm abi. 11 tamamı Samlıqda olmalıyam. Şəhidlər Xiyabanda çox sağ olun. Var olun. Qoyulğan xeyr ola. Sağ olun. Qabaqdan bağlı keçənlər var. Mən indi gedirəm, xəritə ilə düz gedirəm görək. Yaxşı olsun. Sağ olun. Xoş gününüzə gələk. Amin qadın ara. Canlı sağ ol qardaşım. Qardaşım, mən sən kartla pul atsam, mən bir şey desəm, onu ala bilərsən? Yox, onu da yox. Demirəm. Demirəm onu da. Deyəcəm kart, sən Yox, sən kartı de sonra. Deyəcəm, sən Ya, pişirməyəm o. Pişirmə. Kartı de sonra. Kartı deysən dey. deyəcəm. Kartı de sonra. Abi deyəcəm ona. Ya, qaqa, pişirirsən. Yox, qardaş sən yox. Sən Ya, kartı de. Kartı de, atım sonra. narahat olma da deyəcəm. Yok, kartı de kardeşim, atım sonra. Ya, onu da eşit. Öpürəm. Narahat olma. Yok, o su lazım değil sana. Başka şey lazım idi, onu deme. Yok, hayır, narahat olma. Öpürəm. Şəhid Əsgərov təqi 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Allah rəhmət eləsin. Yox, bayramdır. Bu mənim layihəmdir, qarış-qarış vətən. Azərbaycan. Azərbaycanlısan? Ha, Azərbaycanlıyam. Bunlar şəhidlərdir. Bəli, bizim şəhidlər. Bizimki hanı Həsən? Bir dənə bax, sizin şəhidləriniz də var. Görün, tanıyasınız. Mən Həsəni tanıyıram. Yox, Samığın şəhididir. Samığın şəhidləri. Bəli, milli qəhrəmanı da var. O da hana? Elton. Hə. Elton da hana? Elton tanıyıram. Mən deyirəm bizim müəllim idi özdə. Qəhrəman. Gəl, kim verirsə taxıram, Bu da vallahi. hana mı Elton? O Azərbaycan milli qəhrəmanı. O sərhədçi olur özdə. Hə. Allah köməyində dursun. Özün Sağ ol. hardansan Azərbaycan? O birisini tanımadın ama şəhidimizi. Baxım. Sizin oyunlar. Diqqətlə baxım 28 dənə daxilınci şəhidimiz. Bax, Budur. o birisini yaxşı tanımadın. Yadımdan çıxıb ayqa. Özdə biri də var idi şeydən, Samıqdan. O tiket ki Deyil. olmuşdu. Bax belə. Deyəmədim. Müsəzadə, Elməddin. Elməkdə biri, bilsən nə gün nətər ölmüşdü, çətinlikdən. Cabir dindədir, bizdə var 28 dənədir. Tam elə çəkdiniz öz. Paylaşım problemdir. Niyə, paylaş daha yaxşı, mən xoş deyirəm. Allah köməyində dursun, üstündə dursun. Qəhrəmanlara Allah rəhmət eləsin. Bu döyüşçülərə, mənim xalam oğullar 25 yaşında şəhid oldu. Allah Birinci rəhmət Qarabağ etsin. şəhidinə. Ona görə deyirəm, qazilərimiz də var. Bunu hər yandan götürürsən. Məsəl. Abi qarış-qarış gəzir də, Azərbaycanlıdır, Nətər, şəhidlərin şəklini gəzir. Nətər. Bu da bax bizim milli qəhrəman. Eltonu. Sağ ol. Eltondu o bu deyir. Bunun da dedi bu hası idi Samıqlı. Bir də budur. Elməddin, Müsəzadə Elməddin. Elməddin ha. Gedək otağımızda bax gör vurmuşuq ya bizi o milli qəhrəmanları. Döyüşçüləri. Hə, elə gözəl döyüşçü. Eltonu dəqiqə tanıyam. Elton özü sərhədçi olur. 5 adamı bu Əhməd Bəyli kişi. Bura gəlirik sizə. Əhməd Bəylidəndir. Əhməd Bəylidən də milli qəhrəman dəqəsi gəlir sizin mağazinə tez-tez. Allah sən kömək olsun, üstündə dursun, dəyək olsun. Bax bunların hamısı düz deyil. Sən Poladı niyə vurmuşsan? Poladı vurursan? Polad Həşimov vurursan? Vurmuşsan? Yox, evdəkiləri ilə görüşməmişəm də, görüşəndə. Elə, indi oraya geçsələrsən Poladı, mübarizi, İnşallah, onları vur da, heç olmaz. Bütün ailələri ilə görüşdüm, şəhid ailələri ilə. Polad öləndən sonra qırşıla 44 gün müharibə başladı. Və deyirəm Polad, əsas Poladdır. Bunların başında mübarizdir. Türklər mübarizə serial çəkiblər, mübariz haqqında. Baxırsan o seriala da. Mübariz haqqında gedir. Amma maşallah hamısına qurban olum. Ayqa hamısı canlı ver. Mənim xalam oğlu deyirəm 25 yaşında. İncə oğlana da. O vaxt verində onlar hamısı ana uşağı olub. 18 yaşında əskəriyə gedənlər var bu kənddən. 18 yaşındaydı. Heç 3 ay çəkmədi, tiket oldu. Birinci Qarabağdan danışan ancaq. İkincidən soldatları öldürdülər. Allah məni öldürsün. Soldatlara dəyməyim. Sağ ol da, valla. Qardaşımın Mən gedim. şeydə işləyir. Daxili qoşunda. İndi bir dəqiqə Ağdərliyə gedir. Allah köməyində dursun. Buraları tanıysan haradır indi? Xəritə ilə gedim. Ha? Xəritə ilə Buradan gedim. bilirsən hansı rayondur? Samığın Samığın Sobana var. Qarabağlı kəndi. Qarabağlarda oldu. Ailə oradan gəldim, Əhməd Bəylidən gəldim. Qarabağlarım. Bütün hamısını gezəcəm Azərbaycanı.
Bütün mərkəzi rayonlarını gəzirəm. Şəhidlər xəbər. Gəzərəm sənə burada. Bax yeməyinə varsa, ged otaqda. Sağ ol, var ol, minnətdaram. Allah razı olsun. Mən də çəkdim indi ora saldığın. Orada var indi sən. Burada çəkdim. Hə də çək də deyirəm yəni. Çəkmişsiniz. İndi onlar saxlayırsan, aparsan tarixə. Amma bunlara qurban olum. Bunların hamısını tarix belə kökəni bilirəm. İntası bizim kəndi şey qardana məlli bildi, ona görə deyirəm. Qəhrəman olur. Allah sağ kömək olsun. Hadi acıq edəndə yemək də. Yeyirəm. Eləmi? Çaysa yemək verir, çağır. Sağ ol, var ol. Oğlanın qardaşıdır, bax. Kim? Bax, bu oğlan qardaş da şəhid olub, bax. Salamlar sənə elmə. Sağ ol. Gəlibsən. Xoş geldin. TikTokda səni izləyirəm. Var ol, qadan var. Gəl əli. Canlıdasan? Hə, canlıdayım. Salam olsun, sabahın xeyir olsun. Sağ ol, var ol, qadan var. Bizim Eltonu qoyubdu bir Samuqdan. Bir Elməddini qoyubdu. Elməddin arasında neydim? Elməddin. Tanıyan Cəsurəm. Hə. Sizin öyrətmədim olsa da ki. Meytə götürdü, mən çox sağ. Allah köməyini. Allah yolunu. Sağ ol, qadan var. Getdi məni. Şəkirəm, TikTokda izləyirəm səni. Sağ ol, var ol, minnətdaram. Allah səni var eləsin. Qardaşınız şəhid olub dedi. Ad soyadı? Məmmədli Həsən. Məmmədli Həsən. Bax, orada şəkilini görəcəksən, yəni poçtun yanına gedəcəksən, yekə şəkil vurur. Oradan götürə bilərsən. Hə, canlısı çəkirəm, gedək. Canlı. Hə, çəkəcəm, hamısı çəkirsən. Canlı oradadır. Bax, poçtun yanına gedəndə 4 yola görəcəksən Həsəni. Bax, incədə bax, ora gedəcəksən. Yekə şəkil var senin qardaşının. Müəllim olub, ailə savadlı özü. Elə belə döyüşçü döyüldü. Şuşada olub elə, medalları yadda bax. Orada gedəcəksən, orada yekə torpaq görəcəksən. Bax, düz qavanına çıxıb. Orada çəkərsən. Mən gedim, mən sağ olun, sağ olun. Sağ salamat, Allah Allah razı saxlasın. olsun. Çox sağ olun. Canlı sağ olun. Deyirəm, yemək yad lazımdır ki, yiyin. Yox, var ol, təşəkkür edirəm, minnətlər. Köməyində dur. Çox sağ olun. Çox sağ olun. Şəhid Həsən Məmmədli Qəhrəmanoğlu. Allah rəhmət etsin, ruhu şad olsun. Allah rəhmət etsin, ruhu şad olsun. Şəhid Həsən qardaşımız var. Şüküründə şəhid olur. Allah rəhmət etsin, ruhu şad olsun. Keç arxasını da çək. Arxası da var. Ha, yox. Allah rəhmət etsin, ruhu şad olsun. Mən Xocaldan. Ha? Xocaldan. Hara getsən bu? Bütün rayonların şəhidlər xiyabanı ziyarət edirəm. Gedirəm. Yox, mən piyada gedirəm. Sağ ol, var ol, minnətdaram. Ətərsi də qına var, nə? Canınız başı. Xoş gününüzə elə qadınlara, var ol. Sağ ol, var ol, qadınlara. Nə qulluq? Canlı sağ ol, var ol, qadınlara. Rayona getsin də şərtlər yox. Siqaret nəysəniz? Ətərsi. Sağ ol, var ol, qadınlara. Yaxşı yolunda. Heç nə, öpürəm, Allah'ın anında. Sağ ol, qardaşım, var ol. Allah'ın amanında. Sağ ol. Salam aleyküm abi. Mən Xocaldan gəlirəm, bütün rayonların şəhidlər xiyabanı ziyarət edirəm. Sağ ol ayımın, var ol, qadınlaram. Hani getdim qadınlaram, sağ ol, öpürəm. Sağ ol, var ol, minnətdaram. Salam aleyküm. Salam aleyküm. Nətərs. Yaxşı olasınız qadınlar. Çox sağ ol, var ol, qadınlar. Məmmədzadə Elvin İlhamoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Rüstəmov Pərviz Tufanoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Ümbətov Nürəddin İlqaroğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Məmmədzadə Elvin İlhamoğlu 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Samuq şəhidlərdir. Milli qəhrəman İskəndərov Eltun 2009-da şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Maşiyev Asər 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Qasımov Səna 2023-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədzadə Elvin 2020-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Füzuli 2023-də şəhid olub. Allah rəhmət etsin, ruhu şad olsun. Abdullayev Qəzənfər
2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Yusufov Talih 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Ümbətov Nurəddin 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Ağamaliyev Ağaməd 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Əsədov Fərman 2016-da şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Cəfərov Babək 2021-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Şəfiyev Daşqın 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Həsənov Həsən 2023-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Qarayev İlkin 2023-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Kərim 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədli Həsən 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Ərəbov Orxan 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Müsazadə Elməddin 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Əsənov Pərviz 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Dostuyev Elçin 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Nuriyev Əfqan 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Namazov Elməddin 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Sadıqzadə Emil 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Ümmətov Ruslan 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Mahmudov Elşad 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Musayev Ayxan 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Bəylərov Teymur 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Həmzəyev Arif 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Allahverdiyev Vüsal 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Bayram 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Abdullayev Rəşid 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Əsədov Ruslan 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədov Ertun 2023-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Rüstəmov Pərviz 2020-də şəhid olub, Allah rəhmət etsin, ruhu şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin, veteranlarımıza da can sağlığı versin. Nəydən bağlıdır? Şad olun. Şad olun. Mən Bəhruz, bu mənim layihəmdə Qarış-Qarış Vətən. Azərbaycanın bütün rayonlarının şəhidlər xiyabanı ziyarət eləmində salam əlvaxtası. Çəkilişin səbəbini bilmək olar, mən də jurnalistim. Bu mənim layihəmdir Qarış-Qarış Vətən. Xocaldan çıxmışam, bütün rayonların şəhidlər xiyabanı, Xocaldan. Bütün rayonların şəhidlər xiyabanı ziyarət edirəm. Sağ ol, var olun, minnətdarım. Şəhidləri yad elədiniz. Çox sağ ol. Uzun eləsin. Nömrənizi götürə bilərik? Bəli, götürə bilərsiniz. De görüm. Ata, adınız nədir dedin? Layihəmin adı Qarış-Qarış Vətəndir. Özünüz, yəni hansı layihə işləyəsiniz? Bu çəkilişin, yəni başa tutmusunuz, ziyarət edirsiniz. Allah can sağlığı versin, Allah şəhidlərimizə rəhmət eləsin. Yəni onu harada işıqlandırırsınız? YouTube-da da paylaşacağım, sosial şəbəkədə indi canlıda yəni canlıda da hamıya göstərirəm, bütün rayonları ziyarət edirəm. Əsas kiməsə göstərmək, necə deyim, əsas özüm ziyarətimdir. Bir də məsələn YouTube-da həm də tanıtdırmaqdır. Bütün rayonların şəhidlər xiyabanı ziyarət edirəm. Xocaldan gəlirlər, Xankəndi, Şuşa, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Yevlax, Goranboy, Naftalan. İndi Samığa gəlmişəm. İnşallah Gəncəyə də gedəcəm, Gəncə Göygöl. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Şəhidlərimizin əməyi itirənin də əməkləri itkin olsun. Sağ olun üçün dəyər verirsiniz. Var olun, Allah razı olsun. Çox sağ olun. Bir də söz deyim, kameraya düşmüsünüz, paylaşsam problem yox. Düşmüşəm? Belə laf qəşəng düşün istəyirsən. Bura düşmüsünüz bura. Hər kəs salamlayıram. Mən Leyla Evdarlı, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.
Mən şəhidlərimizlə, prezidentimizlə, vətənimlə, xalqımla fəxr edirəm və fəxr edirəm ki, bugünkü gündə bu oğlan kimi, bu şəxsiyyət kimi bir insan bizim şəhidlərimizi qarış-qarış ziyarət eləyir. Şəhidlərimizin qədrini bilək, veteranlarımızın qədrini bilək, qazilərimizin qədrini bilək. Veteranlarımız, qazilərimiz və şəhidlərimiz neytralda qalanda yük bizim veteranlara düşüb, onların hər birini çiyinlərində daşıyıblar. Sağ olsun, buradan Ali Baş Komandanımıza təşəkkür eləyirəm ki, xalqımızın, vətənimizin arxasında dayanıb. Biz sizinlə qardaş qürur duyuruq. Çox sağ olun, təşəkkür. TikTokda da Leyla Eldarlı gedirəm, atarsınız mənə. Sağ olun. Çox sağ olun. Getdi. Sağ olun. Hə? Təzə bir jurnalistlə də tanış oldum. Jurnalistlə? Çox sağ olun, təşəkkür ederim. Buradan yukarı kalsa. Hə, bilirəm, xəritə ilə gedirəm. Hə, gedirəm ora. Samurun şəhəri. Hə, bilirəm, elə ora gedirəm. Böyük kompleks. Hə, elə ora gedirəm. Gedim oraya. Orada gözləyirlər onu. Yaxşı olur. Çox sağ olun, təşəkkür edirəm. Bərdəyim. Hara yeysə? Öpürəm. Məmmədzadə Elvin İlhamoğlu, Allah rəhmət etsin, ruhu şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hümbətov Nurəddin İlqaroğlu, Allah rəhmət etsin, ruhu şad olsun. Rüstəmov Pərviz Tufanoğlu, 2020-də şəhid oldu, Allah rəhmət etsin, ruhu şad olsun. Məmmədzadə Elvin İlhamoğlu, 2020-də şəhid oldu, Allah rəhmət etsin, ruhu şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Nətərsiniz? Yaxşı olasın. Tut. Salam, necəsən? Maşın alıbsan. Həmi qazisən? Yox, yox. Allah şəfa versin adamlara. Allah canlı sağ versin. Dəlil ya ikimizdə. Hə? Dəlil. İkimiz dəlilik. Qarabağ əldəsiz, onu demək istəyirəm. Vətən müharibəsində yəni? Yox, yox. Allah şəfa versin. Ümumi. Allah şəfa versin. Sağ olun, sağ olun. Sağ olun, yorulmayasınız. Sağ olun. Var ol, qadan ola. Sağ olun. Boy, gözəl oğlan. Gözəl oğlan, səni xoş gördük. Nətərsən? Sağ ol. Nətərsən? Salam aleyküm. Yaxşı olasın, qadan ola. Allah rəhmət etsin, şəhidlərimiz. Allah rəhmət etsin. Allah rəhmət etsin. Salam, nətərsən? Ay cismi yara şehidim, kavuştun yara şehidim. Cavansan yaraşmayırsan, birce mezara şehid, birce mezara şehid. Ananın kalbi yaradı, gözünde yaş şelaledir. Atanın başı ucaldı, könül mülkü viranedir. Könül mülkü viranedir. Ay cismi yara şehidim, oğul kavuştun yara şehidim, oğul cavansan yaraşmayırsan, birce mezara şehidim, oğul birce mezara şehidim, oğul. Ayrılık edenler zulüm, gülzarı solmayan gülüm. Şehit kimi sen doğundun, sen ölmedin öldü ölüm. Sen ölmedin öldü ölüm. Ay cismi yara şehidim, Ali kavuştun yara şehidim, Ali cavansan yaraşmayırsan,
bircə məzara şəhidim Əli Bircə məzara şəhidim Əli Sənin üçün əllər ağladım Ah çəkib sinə Allah cəmi şəhidlərimizə rəhmət eləsin ana. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza oğullarda Allah var eləsin. Allah var eləsin sizlərə. Çox sağ olun. Allah cəmi şəhidlərimizə. Şəhidlərimizi belə yaşadırsınız. Özü çox böyük, bizim üçün fəxrdir. Bizim üçün bir Allah sizləri həmişə qorusun. Allah yolunu açıq eləsin həmişə. Daimi yolun açıq olsun. Allah razı olsun. Uğurlar dilərik Bizdə sizə. də bizim şəhidlərimizin 44 günlük antiterror və o cümlədən atəşkəs dövründə şəhid olan qəhrəman şəhidlərimizin həyatına həsr olunmuş kitabdır. Sanıq rayon İcra Hakimiyyətinin dəstəyi ilə kitabın müəllifi Gəray müəllimi deyil, məsləhətçi redaktorlarından biri mən. Kitab çap olunubdur, çox məntiqli, mənalı bir kitabdır. Ondan əlavə filmimiz də var, Dəmir Yumruğun əks sədası 2 saat 40 dəqiqə gedir film, hardasa təqribən. Yəni YouTube kanalına girsəz, YouTube'da yazsaz, çıxacaqda o filmə baxa bilərsiniz. Bizim qəhrəman şəhidlərimizin həyatı haqqında o filmdə Öşməliyev haqqında da çəkilib səhv eləmirəmsə. hamısı var. Hamısı var da, təkcə Hökümə xanım deyil. Yox var, hamısı var. Yəni Siz o filmə baxsaz, görəcəksiniz bizim qəhrəmanlarımızı da hamısını tanıyacaqsınız. Bunu da biz sizə hədiyyə veririk. çox sağ olun, təşəkkür edirəm. Hədiyyə olaraq qalsın sizdə. Allah razı olsun. Oxuyarsınız inşallah. Allah cəm şəhidlərimizə şəhidlərimizə. Amin. Amin. Kompleksimizi gördüm, yəqin ki. Kompleksimizi şəhidlərimizin birinci Qarabağdan tutdum, 44 günlük vətən müharibəsi, ondan sonra lokal antiterror, atəşkəs zamanında şəhid olan şəhidlərimiz var. Hamısının adı burada əbədələşdirir. O cümlədən bu tərəfə keçib baxmaq istəsən, Baş keçək. bax, burada şəhidlərimizin adına ağaclar əkilir. Hər bir şəhidimizin adına ağac əkilir. Bulaq var orada. Lövhə var. Hər bir şəhidin ağacının yanında o şəhidin adını əbədələşdirməsi üçün onun lövhəsi var. Öz adına. O cümlədən bulaq kompleksimiz var. Bulaq kompleksimizdə demək olar ki, bir möhtəşəm bulaqlardan biridir. Bütün demək olar ki, atributlarımız burada öz əksini tapır. Azərbaycanımızın dövlət gerbidir, xəritəmizdir, xarı bölgüdür. Bunlar hamısı orada öz əksini tapır. İstəsəz baxarsınız. Allah'ın başı gözümüzsən. Allah sizdən razı olsun. Sağ ol. Yolun açıq olsun həmişə. Biz də sizdən Uğurlar Sən Allah xalqımızı, millətimizi, Allah cəmi dövlətimizi şəhidlərimizə rəhmət eləsin. Allah razı olsun. Sağ olun. Əmi, bir də indi şəhid atalarımız oğullarının adında deyər. Elə, yəni mən öyrənməyə çıxmışam da yola. Yəni bilmədi. Yəni Mən şəhid Mirzəzadə Elmədin atasıyam. atasız. Mən şəhid Leytenant Məmmədzadə Elvinin atasıyam. Allah rəhmət eləsin. Allah şad olsun. Sadıqzadə Emilin. Allah rəhmət eləsin. Ümmət o biqar. Müvəddinin Allah rəhmət eləsin. Allah şad olsun. Həmzə Arifin atası. Allah rəhmət eləsin. Ruhu şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə, veteranlarımıza can sağlığı versin. Yəni onlar bizim canlı şəhidlərimiz. Gəlirsiniz o tərəfə. Ha, gəldim inşallah. Allah səni var eləsin. Çox sağ ol. Başıma nənə Çox sağ ol. Neyse ihtiyacın var mı? Var ol, minnətdaram. Allah'ım olsun. Sen de bir şarkı çek. Çəkdirək, çəkdirək. Çox sağ ol, var ol. İnşallah. Geçsin yerləri üstünlüğü olacaq. Çox sağ ol, var ol. Şəhid ataları gözləyir məni üzrə sağ ol. Qaziyəm. Allah səni şəfa versin. Çox sağ ol. Nəsə ehtiyac var mı? Var ol, minnətdaram. Allah səni var eləsin. Sağ ol, su. Çox sağ ol, minnətdaram. Sürək yeyək. Allah səni var eləsin. Sıraman Çox sağ ol, olsun. var ol, minnətdaram. Şəhid atalarımız gözləyir. Ay. Bildim. Hamısının qarşısında baş əyirəm. Çox sağ ol, var ol, minnətdaram. Sağ ol, adamlarım.
demək olar ki, möhtəşəm bir bulaqdır. Mənim səsim düşür. Hə, düşür. Analogu olmayan, bu regionda analogu olmayan bulaqlardır. Yerbimiz var, para verilir, Azərbaycan bağlıdır. Bunlar özümə qədər çəkilmişdir. Baş. Bu ümumi vətəni, torpağı vətənimizin Samışa, şəhidləri. Başdan birinci milli qəhrəmandır. Milli qəhrəman tanıyıram, İskəndərov eyti. Sonra Qasımov Sənan Fərmanoğludur, mayorumuzdur, qərargah rəisi olubdur. Lokal antiterror əməliyyatı zamanı şəhid olubdur. Maşiyev Asaf Volodya oğlu mayorumuzdur. Bu da 44 günlük vətən müharibəsində kəşfiyyat rəisi olubdur, şəhid olubdur. Məmmədov Füzuli leytenantımızdır. Bu da lokal antiterror əməliyyatı zamanı şəhid olub. Məmmədzadə Elvin İlhamoğlu 44 günlük vətən müharibəsində leytenantımızdır. Şuşada demək olar ki, Şuşanın son günlərində, zəfər elan olunan günlərə yaxın günlərdə şəhid olubdur. Həsənov Həsən Zabitoğlu, bu da Bağbanlar kəndindəndir, lokal antiterror əməliyyatı zamanı şəhid olubdur. Məmmədov Kərəm Namiloğlu 44 günlük vətən müharibəsində şəhid olubdur, Gizirdir. Abdullayev Qəzənfər Nəcəfoğlu, o da şəhidimizdir, müddətdən artıq hərbi xidmətçi idi, 44 günlük vətən müharibəsində şəhid olub. Bəylərov Seymur Səliyyəddinoğlu 44 günlük vətən müharibəsində şəhid olubdur. Ərəbov Orxan Ramizoğlu 44 günlük vətən müharibəsində şəhid olub. Həsənov Pərviz Fərmaylıoğlu, o da 44 günlük vətən müharibəsində şəhid olub. Hümbətov Nurəddin İlqaroğlu 44 günlük vətən müharibəsində şəhid olubdur. Məmmədov Eltun Vüqaroğlu lokal antiterror əməliyyatı zamanı şəhid olub. Ustamov Pərviz Tufanoğlu 44 günlükdə şəhid olubdur, 44 günlük vətən müharibəsində. Abdullayev Rəşid Abdullaoğlu, o da 44 günlük vətən müharibəsində şəhid olub. Ağamaliyev Ağammat Elkizoğlu 44 günlük vətən müharibəsində şəhid olub. Allahverdi Vüsal Novruzoğlu 44 günlük vətən müharibəsində şəhid olubdur. Cəfərov Babək Məxsusoğlu, bu şəhidimiz 44 günlükdə yaralanıb, təqribən 5 aya yaxın komada qalıb. 2021-ci ildə müalicə aldığı hərbi hospitalda şəhid olubdur. Allah rəhmət etsin. Dostiyev Elçin Muradoğlu 44 günlük vətən müharibəsində şəhidimizdir. Əsədov Ruslan Rövşənoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Həmzəyev Arif Muradcanoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Qarayev İlkin Yusufoğlu lokal antiterror əməliyyatı zamanı, Qarayev İlkin Yusufoğlu lokal antiterror əməliyyatı zamanı şəhid olub. Məmmədli Həsən Qəhrəmanoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Məmmədov Bayram Elnuroğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Musayev Ayxan Mehmanoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Mürsəlzadə Elməddin Cəsuroğlu 44 günlük, bəli, atası da buradadır. 44 günlük vətən müharibəsi şəhidimizdir. Namazov Elməddin Nəsiboğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Nuriyev Əfqan Rövşənoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Sadıqzadə Emil Əzizoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Şəfiyev Daşqın Hidayətoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir və o cümlədən Yusubov Talih Gündüzoğlu 44 günlük vətən müharibəsi şəhidimizdir. Bu şəhidlərimiz hamısı 44 günlük və lokal antiterror əməliyyatı zamanı Samutdan şəhadətə uzalan, şəhidlik zirvəsinə uzalan şəhidlərimizdir. Bunların içində tək evladı, tək oğlan evladı olan şəhidlərimiz var. O cümlədən Mürsəlzadə Elməddin evin tək övladı idi, oğlan evladı idi. Ayxan evin tək oğlan evladı idi. Namazov Elməddin evin tək oğlan evladı idi. Sonra Sadıqzadə Emil evin tək oğlan evladı idi. Canım sizə söyləsin. Məmmədov Bayram evin tək oğlan evladı idi. Sonra Əsədov Ruslan evin tək oğlan evladı idi. Hümbətov Nurəddin evin tək oğlan evladı idi. Abdullayev Rəşid evin tək oğlan evladı idi. Əsədov Ruslan Rövşənoğlu evin tək oğlan evladı idi. Ondan sonra canım sizə söyləsin. Qasımov Sənan Fərmanoğlu mayorumuz lokal antiterror əməliyyatı zamanı şəhadətə uzalan şəhidimiz, qərargah rəisi evin tək oğlan evladı idi. Və o cümlədən bunların evlatları var ki, bu günləri bizə əmanət olaraq yaşayır. Qəhrəman şəhidlərimizin evlatları. Məsəl üçün,
Sənan Qasımovun 3 oğlan evladı bu günləri böyüyür, əmanətidir. Maşiyev Asəfin 3 evladı var, bir qız, 2 oğlu var. Allah can sağ olsun. Məmmədov Füzulinin lokal antiterrorda şəhid olan leytenantımızın 2 qız evladı var hal-hazırda. Allah uğurlarını bol Sonra etsin. Məmmədov Kərimin 2 evladı var, bir oğlan, bir qız. Sonra Allah saxlasın. Ağamaliyev Ağammədin bir qız evladı var. Abdullayev Qəzənfərin bir oğlan evladı var, hal-hazırda yaşayır. Həsənov Pərvizin bir qız evladı hal-hazırda əmanət olaraq bizdədir, rayonda yaşayır. Cəfərov Babək Məxsuzoğlunun 2 evladı var, bir oğlan, bir qız. Ondan sonra sizə deyim ayrı şəhidlərimizdən. Yəni bunların evlatları olanlar bu şəhidlərimizdir. Həqiqətən mən sizə təşəkkürümü bildirirəm ki, yəni şəhidlərimiz haqqında həm məlumat verdiniz mənə, həm necə deyim, yəni mən şəxsən bilmirəm, yəni olanlar var, yəni bilmirdim, öyrəndim. Yəni məsələn fikir verirəm, şəhidlərimizin adına ağaclarımız da var, hər bir şəhidimizin adına var. Yəni mən yəni necə deyim, çox qürur duydum ki, yəni belə bir iş eləmisiniz, hər bir ağacı şəhidlərimizin adını verirsiniz. Rayon rəhbərliyinin şəhid ailələrinin təşəbbüsü ilə bunlar olubdur. Biz şəhid ailələri bir ailəyik, bir qrupuq demək olar ki, illərimizdə də, ad günlərimizdə də hamısında bir yerdə oluruq, bir yerdə şəhidlərimizin qəbirlərini ziyarət edirik, ruhuna dualar oxuyuruq. Hətta başqa tədbirlərimiz olanda da yenə bizim qrupumuz var. Qrupumuza səs atırıq, bir yerə yığışırıq, bir yerdə gedirik, bir yerdə gəlirik. Biz ailəyik və bu ailə olmağımızla da qürur duyuruq. Demək olar ki, 6 ildir axındımız bizlə bir ailədir. 6 ildir. Yəni bizim bu Samux rayonunda bir ailə kimi yaşayırıq. Yəni 6 ildir axındımız bizə ev kimi. Yəni bir yerdə bir ailə kimi hər bir tədbirlərimizdə də iştirak edirik. İndi rayon rəhbərliyi də sağ olsun. Bax belə Gervəzəl bir möhtəşəm bulaqdır. Bu bulağın hətta sizə indi inşallah gecə görüntüsünü də şey eləyəsiniz. Gecə görüntüsü məndə olacaq, yəni paylaşacağam onu. Belə bir bulaqdır, möhtəşəm bulaqdır. Yəni bu bulaqda bizim bütün demək olar ki, simvollarımız hamısı var. Dövlət gerbimizdən tutdun, xarı bülbülümüzdən tutdun, Azərbaycanımızın xəritəsindən tutdun, bu bulaqda öz əksini tapıbdır. Bu kompleksin yanında da bunu bilməkdə məqsəd bundan ibarət idi ki, rəhbərlik tərəfindən bura şəhidləri ziyarətə gələnlər, buradan keçənlər şəhidlərin, cəmi şəhidlərimizin adına ehsan olaraq istifadə etsin. Sağ olun, var olun. Allah sizi var eləsin, çox sağ olun. Ay cismi yara şehidim, kavuştun yara şehidim. Cavansam yaraşmayırsan, bircə məzara şehid, bircə məzara şehid. Ananın qəlbi yaradır, gözündə yaş şəlalədir. Atanın başı ucaldı. Bəriz bunu qədərlərim axıllı qalan. Bax belə yazdıq. Öz rəis sözümüzü dalından da adımızı bax belə bax şəhid leytenant Məmmədzadə Elvin qol çəkdi, dalında hamı qol çəkdi. Sağ uğurlar arzuladıq, bol uğurlar. Uğurların bol olsun. Sənin Allah qoysa televizorda görək, çox gözəl xoş xəbərlərin gəlsin. Elə sənin ən böyük xoş xəbərin şəhid ailələrinin ziyarətin elə ən böyük xoş xəbəridir. Bax inan da. Sənin ən böyük ilkin, ən gözəl xəbərin elə hansısa şəhid ailəsində qonaq getməyindir. Hansısa şəhid belə ziyarətgahlarını ziyarət eləməyindir. Həqiqətən bunların hamısı ürəyimizi açır. Yəni bizə qürur verir. Bizi yəni o passivlikdən aralayır. Yəni bilirsiniz nə deyim, o qapalılıqdan çıxardır. Bunların hamısı həqiqətən çox böyük, vacib şeydir. Allah sənə uğurlar versin. Bol uğurlar versin. Mənim adım İlhamdır. İstədiyim vaxt. Bax bu rayonun özündə yaşayıram. Bax burada. İstədiyim vaxt,
Senin de vaxtı mənim qonağım ola bilərsən. Allah səni var Çox sağ ol. Çox sağ ol. Sağ Minnətdaram. təşəkkür edirəm. Çox sağ ol. Təşəkkür. Qadın sən yoldan eləməyək. Çox sağ ol. Uğurlu yollarsa, Var ol, minnətdaram. Allah qüvvət səni var versin. eləsin. Çox sağ ol. İnşallah. Tez Allah olsun. canını sağ eləsin. Allah razı olsun. Şəhidlərimizə ki belə dəyər Çox verirsən. sağ ol. Allah dəyər Çox versin. sağ ol. İstirahət elə orada vurmaq get. Allah razı Allah olsun. çox istəyə qalma. Hə. Baş. Bir də sərinlik yağışdı ona. Hayır yoxdur. De gedəyin qədər. Biz də gedəyin orada bir çay Sağ ol, var ol, minnətdaram. Əli çox sağ ol adam. Səninlə görüşəndə də var ol adam olam, minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ ol. Yo, piyada gedirəm qardaşım, çox sağ ol. Var ol. Sağ ol adam. Mətəsən nədir? Yorulmaz. Bütün oyunların şəhidlər xiyabanı ziyarət edirəm, piyada edirəm. Sağ ol. Canlı sağ ol qardaş. Var ol, canlı sağ ol. Mən Xocaldanam. Sən? Samuqdan? Allah səni var gəlsin. Çox sağ ol qardaş. Var ol qardaşım, sən olacaq. Salam deyə hara gedir? Hə? Hara deyirsən də salam. Mən başım gözləyirsən. Salam göndərir sağ ol. Yo, piyada gedirəm əmi, çox sağ ol. Yo, piyada gedirəm, sağ ol. Yo, bütün oyundan şəhidlər xiyabanına piyada gedirəm, çox sağ ol qadamaram. Layihəmin adı Qarış Vətəndir. Çox sağ ol qadamaram, minnətdaram. Bayrağımız deyil. Bir deməyə qadamaram. Layihəmin adı Qarış Vətəndir. Piyada gedirəm. Bütün oyun. Sağ ol qadamaram, bal olan. Nəsə lazımdır mı? Canlı sağ ol qadamaram. 15 nəfəsən. Üzürü sağ tərliyəm qadamaram. Üzürü tər. Nəsə lazımdır mı? Canlı sağ ol qardaş. Var ol qadamaram. Qarşıdan sözləri. Bu yeyik üçün Allah'a. Hardansınız? Hardansınız? Samuqdan. Hə, Samuqdan. Çox sağ ol qadamaram valla. Canlarım çəkisətdirmək. Hə, yolmuş baba. Telefon maşına düzündəsən. Sənin internet tezliyi? Var ol qadamaram. İndi gün çıxıb deyə canlı açamır amma. Elə. Hə, gün vurdu telefon qızıraq. Sağ ol. Nəsə lazımsa Allahdır. Canlı lazımdır Allah gətirər. Öpürəm səni. Valla. Diqqət və hörmət verirsən. Samuqun özündənsən, hə? Hər sünnilərdən əmək. Hə. Sünlər, Füzuli kəndi. İndi Füzuli, əvvəl sünnələr Hə, olur. Köynəbi sünlər olur. Hə. Qadın olaram, nəsə lazımsa. Canlı sağ ol qardaşım. Yolunuzdan qalmayın, var ol. Sağ ol. Minnətdaram, çox sağ ol. Allah'ın amanatında. Sağ ol qadama. Çay, su, yemək. Canlı sağ ol. Allah su varmasın, bana bunu götür. Soyuqdur. Bax gör, çox xala demik deyil. Gedim onu götüreyim. Hə, bu baxım ya. Hə, Götür gedir. də, gedim onu götürməsən. Yo, sağ ol. Allah qadama. gəl. Çox sağ ol. Var ol. Buradan savundan gəlsən. Hə, Sağ ol, Artıq şef. yemək zat. canlı sağ ol. Var ol. Ulan Əkkər. Təşəkkür edirəm. Mən özüm Kəlbəcərliyəm, burada Samutda qaldım. Hə, nə gözəl. Kəlbəcərə getməmişəm. İnşallah Kəlbəcərdir, Qubadlının mərkəzidir, Naxçıvandır. Bu üçünə biz yeyəcəm inşallah. Piyada Naxçıvana deyəsən. Hə, inşallah. Yollar açılsın sonra da. İnşallah. İnşallah. Belə həqiqətən məhlul. Canlı sağ ol. Ronaldo Silva. Minnətdaram. Yemək zat. Canlı sağ ol. Təşəkkür edirəm. Allah haqq gəlir, belə təmiz ürəkdən. Sağ ol. Sənə ürəylə qurban olaram. Sağ ol, qurban olaram. Deyirsən qədər. Sağ ol. Belə ürəyin nə istəyir, gedim sən ayrı sual ver. Yo, ehtiyac yox. Sağ ol, qurban olaram. Deyirsən Öpürəm, var ol. Minnətdaram. Sağ ol. Qaqa, söz soruşum səndən. Abi, yorulmayasan. Qatar yoluna buradan yol var da. Qatar yoluna. Qatar yoluna. Hə. Arkadaş, mən çıxmaram. Düz yerində. Buraya yoxsa sağla? Buraya da gelə bilərsən sağla. Hayır, buraya gedim. Çox sağ ol abi. Təşəkkür edirəm. Allah şəfa versin adına. Nəfəs. Nə var? Nə var? Mən Xocaldan çıxmışam, bütün rayonların şəhidlər xiyabanı ziyarət edirəm. Belə kameraya düşmüsünüz, paylaşsan problemli yoxsa silim? Allah canım sağ ol. Qazisiz yoxsa? Hə. Allah şəfa versin adamlara. Mənlik sözünüz qulluq olsun. Buradan söz ver. Yox, mən. Yox. Yox, mən də yoxdur qadınlara. Allah şəfa versin adamlara. Eşitəcəkdim mən, üzürü say qadınlara. Allah'ın amatına.
Salam aleyküm əmi, necəsiz? Yaxşı olsun. Əmi, bu qatar yoluna mən elə bir ki, bank tərəf var, bax buradan. Elə bir ki, buradan atlamayım o tərəfə. Bu yol göstərir, sola dönməliyim, sonra sağa. Maşın yolunu göstərir də. Bank yoxsa orada bankomat. Bankomatda yəni. Başqa görünür. Orada çıxmazsan, bağcalar. Kuruk var, bax əmi. Dərmanın kurukuna, ha? Nasıl kuruk var? Elə bir ki, buranın adlayan o bir üzdə kuruk var. Ha, Saxozun kurukuna. Ha. Belə bir başa sararım, oradan belə gedirsin. Bağcalar getmək istəsəydim, mən o sənə gecədim, göstərərdim. Bu deyil. Mən Xocaldanam, Meşəli kəndinəm. Əslində Laçın Tərlaş kəndindəndir. Bütün rayonların şəhidlər xiyabanı ziyarət ediləm. Sağ olayım, qadınlar. Özün indi arzu olsan. Mən indi köçmüşük Xocalıya. Var. Özün istəyinlə ziyarət edilsin. Ha, bu mənim layihəmdir, qarış-qarış vətən. Azərbaycanın igid və qəhrəman oğullarını əsərləmişəm. Xocalıdan çıxmışam, Xankəndi, Şuşa, Laçın, Qubadlı kəndləri, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Yevlax, Goranboy, Naftalan, Samuqdan gəlirəm indi, Samuq. İndi Gəncə. Tanımızda bilməcə hamısını gedib ziyarət edirsən. Ha, bütün rayonların şəhidlər xiyabanı. Edim apara bir də çay sürəksən. Sağ olayım, var qadınlara, maraton. Allah sənə var eləsin. Sən düz asfaltla. Ha. Amma buradan dönüb gedəyəm. Ha. Buradan belə dönüb gedirsən. Atlamaq olur yəni, onu demək istəyirəm. O özü. Nə deyirəm də, sən söz ora gedəcəksən. Ha. Bax, sola dönürsən sola. Ha. Sağa yox, sola. Ha. Asfalt tutandan sonra sola asfalt gedir. Biraz gedəndən sonra elə bir buradan o maşının yanına qədər biraz gedirsən, belə dönəndən sonra. Ha. O asfalt, bax, poyuz göstərəcəm. Bax, bura gəl. Bax, poyuzlar gedir, bax. Ha. Belə sola dönürsən, biraz geçsən alsa. Ha. Belə baxırsan ki, dəmir yolu da belə. Ha. O dəmir yolundan geçsən, oradan belə çıxır var. Keçsən, oradan sağa geçsən, orada kuru koradır. Ha. Başa düşdün? Başa düşdüm. Ha, belə get, sola dön. Biraz azca gedən kimi görürsən. Belə baxan kimi görürsən, cəmaat gedib gəlir. Ha, başa düşdüm. Get gəlir, oradan gedəsən, oradan belə balaca yol var. Saxoza çıxsan. Oradan Saxoza çıxan kimi sağa geçsən, kuru kutora. Başa Oradan hara gitsən gedə bilərsən. Çox sağ olun, qadınlara. Sağ olun. Gitmək olur Kuruqa tərəf. Hardan əmi qadınlara? Ha, buradan? Çox sağ olun qadınlara. Yorulmayasın, Allah şifalar versin. Belə orada aradan yol var, aradan keçən kimi. Buradan keçin. Vaqon görsən, axı. Ha, Orada keçən aradan yol var. çox sağ olun. Məsələn, nə var, nə yox? Sağ ol. Buradan sağa yol var da. Ha, oradan hara getsən? Mən elə bir şey qudayım da yəni. Mənə əsas o Kuruq tərəf lazımdır. Kulub? Kuruq. Ha, elə düz getsin. Oradan bax aradan yol var. Ha, oradan. Keç, ha, beləsinə. Çox sağ olun, var o qadan var, minnətdaram. Yorulmayasın öyle. Sağ ol qadan var. Tamam aleyküm. Əsas, yaxşı olasın, çox sağ ol. Çox sağ ol. Var ol, Allah razı olsun. Allah sənə var eləsin qadınlara. Çox sağ ol. Getdim mən yoluma yol. Ha? İndi bu 2-3 gün Gəncədə qalacam. Videoları montaj edeyim. Göygölün şəhidlər xiyabanına gedib oradan Daşkəsənə qalxan yerdə Gəncənin şəhidlər xiyabanına dönüb oradan Daşkəsənə gedəcəm inşallah. Çox sağ ol, var ol, minnətdaram. Çox sağ ol. Nə var, necə anlaş? Qardaşlarımla Yevlaxdan gəlmiyorsun, Xocaldan gəldi. Sağ ol, qadınlar. Yaxşı olsun, qardaşım. Da sən niyə mərkəzdə gəlməliyim? Mərkəzdən gəldim. Ha? Mərkəzdən. Əhməd Bəyliyə getdin, sonra gəlmədi daxil. Əhməd Bəylidən gəldim. Əhməd Bəylidən Samuqa getdim, Samuqdan gəldim. İstəyirəm səni. Sağ ol, qadınlar. Telefon qızıb deyil, Samuqdan bəri canlaşmamış. İşdən. İndi gedirəm Gəncədə qalacam. Mən deyim, nə haradır?
Yo, hələ Gəncədə qalacam 2-3 gün. Bura aradır. Uşaq xəstəxanası var, 2 nömrəli. O tərəfdə dostum var, onlarda qalacam 2-3 gün. Videoları montaj edeyim, paylaşım. Sonra. Eşin, öpürəm, sağ olun. Kətdən bura piyada yazsan? Əhməd bəydən çıxıb Samuğa dəymişəm, Samuqdan gəldim. Piyada? Samuğun arası rayona gəlmişsən. Mərkəzdə qardaşım Şəhidlər Xiyabanı olan yer. Heç nə oldu, yorulmayasınız, mən getdim. Öpürəm, çox sağ olun. Hə? Bəx bizim çatı çoxluq daldaydı. Hə. Nəfəsin havalı. Arılar nə qədər yerin qalıb Gəncəsi? Hələ çoxdur. Hələ çoxdur. Peşqon. Hə, peşqon. Samuqdan Peşqon gəlsən buradan da. Əhməd bəydən çıxdım Samuq, Samuqdan da bura. Çoxluq daldaydı. Günüz. Səhər, hə. Paralar gəlsən, bütün hər yeri, respublikan hər yeri. Xocaldan çıxmışam, Xankəndi, Şuşa, Laçın, Qubadlı kəndləri, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Yevlax, Goranboy, Naftalan, Samuq, Gəncə, 2-3 gündən sonra Göygölə qalxacam, Şəhidlər Xiyabanı, Göygöldən düşəcəm, Gəncənin Şəhidlər Xiyabanı ziyarət edib, Daşkəsənə qalxacam. Özüm Xocaldanım. Azaq toğlarını getirsən? Gedəcəm, oralarda da gedəcəm. Hələ var da yəni. Videoda, kamerada yeri yoxdur, dolubdur. İnşallah bunların hamısını montaj edeyim, paylaşacağım inşallah. Heç sənəm, mən getdim qadanlara. Öpürəm, var ol. Sağ ol qadanlara. Çox sağ ol, minnətlərəm. Sağ ol qadanlara. Hə? Siz Azərbaycanı sevirsiniz? Hə, nətərsin, nə var, nə? Siz döyüşlərdə şeylisiniz, iştirak verirsiniz? Yox, iştirak eləməmiş. Belə müharibə vaxtı şəhid olmuşam, təzə prezident olmuşam deyə aparmayıblar. Biz də kim qoxsa gedir. Bu Gəncədə... Allah şizahan eləsin. Adın nədir? Mənim adım Rəsul. Rəsul, səni? İkimizin adı Rəsul. Rəsuldur? Rəsul. İkiniz də dostsuz. Hə. Ay maşallah. Dostluğunuz daim olsun. Öpürəm. Allahın amanatında. Yorulmayasın. Ayca. Hə? Azərbaycanlıyam. Nə əlaqə şey yaxşısan da? Hə? Nə yaxşı? Gəl sən elə, şəhər gəlsən. Hə? Hardan başlayırsan? Mən Xocaldan başlamışam. Bütün rayondan. Xocaldan. Bütün rayonları Şəhidlər Xiyabanı ziyarət edirəm. Sağ ol qadın. Canınızı sağ ol. Var ol qadın. Öpürəm səni. Deyirsin, canınızı sağ ol qadın. Öpürəm. Qardaş. Firuzada çıxanda denə hansı ölkəsiz? Yox, siz? Nə? Azərbaycan. Gəncə. Hə, bəyəxəm Özbəkistandaydınız, onu dedi. Azərbaycan oxşamsan, sən cari. Hə, gün qaraldı, ona görə. Canınızı sağ ol, Allah səni var eləsin. Yazdığı zadım var. Var ol, minnətlərəm. Bax, biz Gəncədə, Safız Zamidə, Mürsəl Bilgənə. Salam söyləyirəm, hamısına. Var ol, minnətlərəm. Sağ ol, var ol, minnətlərəm. Çəkizin varsa, Hə, bütün rayonları Şəhidlər Xiyabanı ziyarət edir. bir nəvə işləməyəm oldu. İdidi, Allah rəhmət etsin. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı, yaxşı qardaşlara, Varım. ürəkli canlı ziyarlı. Mürsəl Gəncəli. Hə? Ham Gəncəli, Mürsəl Gəncəli. Həm Mürsəl Safızda bilirəm ki, Mürsəl Safızda. Allah sizi var eləsin. Var ol, qadan aram. Allah, hə? Çox sağ olun. Özümüz də kasıb olsaq, nə dəxli var? Yox, eşlənmə. Kasıb həmişə mərd olur, qadan aram. Sən ala bilərəm. Var ol. Allah sizi var eləsin. Görüşüb maraqlanmağınız mənim üçün həqiqətən böyük bir şeydir. Bunu özə görüşdük, nə? Veteransınız? Allah səni var eləsin. Sən bura arasıdır? Bura Gəncənin arasıdır? Dəmir yolu. Dəmir yolunun kuruğu. Hə? Dəyirman kuruğu. Hə. Allah səni var eləsin. Çox sağ ol. Hə, salamlayam. Gəncədə. Sağ ol qadınım. Yolun haradır? Gəncədə bugün qalıb 2-3 gün qalacam. Videoları montaj edeyim. İnşallah Göygölün Şəhidlər Xiyabanı, sonra Gəncənin Şəhidlər Xiyabanı, sonra Daşkəsən, oradan da Qazax istiqaməti bütün rayonlar, Abratlı Dala, Mingəçevir.
Çox sağ ol. Qulluq edeyim sağ ol. Canlı sağ ol. Qardaş sən deyirəm. Var ol, öpürəm səni. Allah səni. Mağazindən gəlib düşmüş Yo, şey yo. alım. Allah Öpürəm səni. Çatdıram necə qardaşım. Elə. Var ol, minnətdaram. Qadan Çox sağ ol. Var ol, minnətdar. Allah şəhidlərimizə rəhmət. Amin qadanaram. Çox sağ ol. Ürəyinə qurban olarım. Nə var, nə? Ehtiyat ol, ehtiyat ol. Nətəs? Canınız başınız. Yaxşı. Ha, Mən sizəm ki, TikTok'da bulunurum. yaxşı edirsiniz. Piyada hər yeri gəlsin. Ha. Yorulmasın. Dəvəli. Sənbəsiniz? Nə olar? Bax. Tamam. Sağ ol. Sağ ol, sağ ol. Ünlü dostum deyirəm. Qalın burada. Salam. Sabah sabah sahar. Yox, videoları montaj edeyim, təmiz qutarım. Sonra Göygölün Şəhidlər Xiyabanı, sonra Göygöldən düşəcəm Gəncənin Şəhidlər Xiyabanı, Gəncənin Şəhidlər Xiyabanından Daşkəsəndən qalxacam. Sonra Şəmkir, Şəmkirdən Gədəbəy, Gədəbəydən qayıdacam Şəmkirə, Şəmkirdən də Tovuz. İnşallah, deyəcəm. Ben TikTok var idəmişə sizliyordum baxırdım. Hə. İndi TikTok'u ben silmişəm tapaq. Tapanmırsan? Yox tapaq. Canlıda idi neçə nəfər? 273. Gəmkən, Xankəndi Şuşa, Laçın, Qubadın. Hə. Bir ben izləmişsiniz. Buna görə deyirsən, hə? Şəhərindir. Geçmişəm bir şey. Şəhidlərin yanına gedirsin. Hə, bugün qalacam, montajları eləməliyəm ki, telefonda da yer qalsın, yer yoxdur ki. Hə? Dostum orada qalır. Dostum qaqa, konuma gedirəm. Konum prosu düz göstərərək. Sizi deyir mən bilərəm. O şey var, 2 nömrəli xəstəxana. Şömrə xəstəxana. 2 nömrəli. Şömrə yuxarıda. Hə, o tərəfə gedirəm. Gəncədəyəm qaqa, Gəncədə. Qaqa, bura aradır. Abbas Səhər. Abbas Səhətdəyəm, hə qaqa. Hə? Əminən qabağı Abbas Səhər. Nə cəmiyyət? Abbas Səhərdə satırıq. Qol dəmlə. Qol dəmlə? Qol dəmləni keçdik. Hə, qol dəmləni çəkdik. Bəs bir də bura bax, gələsiniz. Qazaxdan qayıdandan olsa Gəncədən keçəcəm. Mən marketdəydim elə sizdən. Var o. Bayrağınızı gördüm, tanıdım. Var ol, sənin qadan var. Sən çatdırın. Mən Xocaldan. Xocaldan. Hardan? Xocaldan. Ozan haradır? Xocalı. Xocaldan. Gəl yenə çəkiliş eləyək. Baş üstə. Sən nəyə görə? Səni mən bugünkü xuda görmüşəm, gəldim gördüm. Sən oradan çıxanda mənim yadımdaydı. Sizə dəqiqə. Gəl burada kölgəyə gəl. Biraz danışacağım. Sağ ol əmi qurban, sağ ol. Öpürəm, var ol. Neçə gündür çıxırsan səfərə? 28-ci gündür piyada getdik. Hə qardaş, bizim bu qardaş 28 gündür Xocaldan çıxıb peşqom gəlir. Halal olsun. Tünayından Şəhidlər Xiyabanı. Şəhidlər Xiyabanına deyək, bütün Şəhidlər Xiyabanını ziyarət edir. Buradan da hara gəl, səfərin haradır? İnşallah burada montaj edəcəm Göygöldür. Göygöldən sonra Göygölün Gəncənin Şəhidlər Xiyabanıdır. Gəncədən də Daşkəsənə. Daşkəsəndən də abratını qayıdıb Şəmkir. Şəmkirdən Gədəbəy. Gədəbəydən qayıdıram Şəmkirə. Şəmkirdən Tovuz, Qazax, Aksafa, sonra yox, Aksafa, Qazax, sonra qayıdıram. Mingəçevir tərəfə. Halal olsun. Qardaş 28 gün peşqom yol gedir. Sağ ol. Halal olsun. Bugün yuxuda görmüşdüm qaqanın özü gəlsin. Gələ qaqalar yığılıb, öpürəm səni. Var ol, minnətdaram. Xoca, öz də Xocaldan tüm şəhidlərimizin şəkili də sinəsindədir. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Belə qardaş şəhidləri yad eləyir. Halal olsun. Səndən çox razıyıq, öpürük səni. Nə qulluq eləyəsən. Canlı sağ ol, minnətdaram. Çaydan, sudan. Təşəkkür edirəm. Yox, yol gedirsən. Yox, çatıram işi. Çay yep, çay iç sonra. Yox, var ol, minnətdaram. Öpürəm qadın. Allah səni var eləsin. Sağ ol. Qardaş, gələ səbərindədir. Öpürəm, yolundan qalma. Öpürəm, sağ ol. Sağ ol. Eşq olsun sağ ol. Sağ ol qadın. Bəhruz. Bəhruz. Öpürəm. Aleyküm salam. Öpürəm sən. Öpürəm. Eşin, sağ ol, var ol, minnətdaram. Sağ ol. Axırı ki, görmüşdüm. Televizorda görmüşdüm sizə. Bugün yuxuda səhər gördüm. Allah qismət gəldi. Var ol, minnətdaram. Öpürəm.
Şey. Bax hadi. Sağ ol ay Gəncəli, qadınlaram. Allah Bax hadi. Bax. Məni tanıyırsınız? Qadınlaram. Var o qocalana. Sən düz gedəsən də. Ha, qoy baxım. Sağ ol. Sağ ol, var o. Ay İmran. İnşallah geç ölçərik. Bura aradı. Bax bəslədi sitaforu. Sahibin qabağı. Ha, mən nə bileyim. Canlı sağ ol. Etərsən, nə var, nə yox. Yaxşı olasan qadınlaram. Allah canınızın sağlığı, var o qadınlaram. Öpürəm, Allah səni var eləsin, yorulmayasın. Sağ ol, var o. Deməli tutsan izləyirəm. Var o, minnətdaram, Allah səni var eləsin. Nə işin? Canlı sağlığı üçün, çox sağ ol. Təşəkkür edirəm. Hə? Azərbaycanın bütün rayonlarını Şəhidlər Xiyabanı ziyarət edirəm. Ne? Azərbaycanın bütün rayonlarını Şəhidlər Xiyabanı ziyarət edirəm. Sağ ol. Teşekkür ederim. Tut. Sağ olun. Spasiba. Ay cismi yara şehidim, kavuştun yara şehidim. Cavansam yaraşmayırsan, bir cəməl zara şehid, bir cəməl zara şehid. Ananın qəlbi yaradır, gözündə yaş şəlalədir. Atanın başı ucaldı, könül mülkü viranədir. Könül mülkü viranədir. Ay cismi yara şehidim, oğul kavuştun yara şehidim, oğul cavansan yaraşmayırsan, bir cəməzara şehidim. Sizin? Yaxşı. Əlilər, öpürəm. Gəncədə. Məsələn, Hoş geldin. Gəncədə. İmran şeyləmişdi. Hə. Bax Gəncə yazan mən. Ay canım. İmran bu tərəfdə sağ ol. Nətərsən? Ya Allah. Ayca. İmran qoymadı. Qaçarsan. Xalid Qural. Şəhid Ruslan qardaşdır. Allah rəhmət etsin qaqa, bilmədim. Canın sağ olsun. Qardaş bir ayda yol çıxıb piyada yol gəldi. İndi isə Gəncədədir. Mənim kətimdir, qohumdur, Xocaldan çıxıb, düz alınan torpaqlardan indi gəlib bura Gəncəyə. Xoş gəlib İmam torpağına. Mənim qazi qardaşlarım da çək. Şəhidlərimizə rəhmət eləsin. Sırf şəhidlərə həsr edib bu yürüyüşü. Azərbaycan hərbi Sağ ol. Azərbaycan igid və qəhrəman oğullarına əsir etsin. Şəhidlərimizə, qazilərimizə və islamlarımıza. Baba, görüşək. Allah yolunu açıq eləsin, nə lazımdır? Canlı sağ ol. Allah'ın olsun. Öpürəm. Bana öz nasıl böyle sahip sarı sudan zaten. Sən də gəl, sən də gəl. Qadın al. Yaxşı yol, umur ol. Aynen. Haydi. Tamam. Səliməm nətərdir? Sağlıq salamat saxlar. Məndən anamın əllərindən ötürə çoxlu salamdır. Maşın hardadır bə? Məndən salam. Hə, onunla gəlsin. Buna görə gəlsin. Qadana. Gedib evə gedərsən. Qadanlara. Var o qadana. Məndən salam var deyəsən. Öpürəm qadana. Lazım olsa Canınızı sağ olun. qadan alaram. Öpürəm. Xidmətdə qurrar, öpürəm.